Görsənir də. Görürəm. Əla. Deməli, grid sistem budur. Buna həm grid sistemli loqo deyirlər, həm də geometrik də demiş olurlar. Və yaxud da monoqram da olur. Bir çox sinonim sözləri var bunun. Riyazi xəttlər kimi təsəvvür edə bilərsiniz. Riyazi xəttlər daxilindən düzgün məsafəli, düzgün ölçülü şəkildə hazırlanır bu sistem. Bir dəfə logobook.com saytı demişdimsə, yadınızdasə. O Hı -hı. logobook.com-da gördüyünüz bu tip loqolar ümumiyyətlə shape-ləri olsun, obyektlər olsun, loqolar olsun. Bunlar əslində demək olar ki, çoxsu grid sistemi ilə hazırlanılıb ki, daha səliqəli olur. Bunu məsələn normalda fiqur vasitəsilə də hazırlamaq olar, xəttlər vasitəsilə də hazırlamaq olur, yəni pen toolun, qüvvət toolun köməkliyi ilə. Amma əslində doğru olan sistem grid sistemidir. Loqoda bir neçə üsul mən sizə öyrətmiş oldum. Yəni kəsim işi görərək, tipoqrafiyanın özündən istifadə eləyərək. Bunlar məsələn başlanğıc üsullardır. Bir də var grid sistemi vasitəsilə hazırlamaq. Grid sistemi vasitəsilə hazırlananda necə hazırlanır? Keçid edirik, böyle nümunələr var məsəl üçün. Nümunələrdə görə bilirik ki, dairələrdən necə istifadə ediblər, sərt tərəflərdə xəttləri çəkərkən necə istifadə edirlər. Birinci üsul sərt tərəfdən işləməkdir. İki variantlı üsullardan var. Bir bir var dairəvi üsullardan istifadə edərək hazırlamaq, bir də var sərt üsullardan istifadə edərək hazırlamaq. Birinci sərt üsulu bilmək lazımdır. Bunun üçün nədən istifadə edirik? Bizim burada line segment toolumuz var. Bu line segment tool nədir? Bugün bunları da başa salacağım sizə. Bunlar da yəni griddə istifadə edilə bilən vasitələrdir. Ən çox griddə grid loqo hazırlamaqda istifadə edilən line segmentdir, rectangle grid tool'dur, polar grid tool'dur. Line segment tool'umuzu seçirik. Line segment tool'u seçəndən sonra iç rəngimizi bağlayırıq. Buradakı iç rəng bağlanır. Qalır ancaq stroke xəttimiz, stroke rəngimiz. Shift-i basıb saxlayanda düz sərt şəkildə çəkir. Məsələn, bir dənə belə xətt çək. Shift-lə düz taxta kimi çəkir. Bunu biraz qalınlaşdırır ki, qalınlığı görə bilək. Bunu belə yaxınlaşdıraq. Ondan sonra seçirik Selection tool'u. Alt düyməni basıb saxlayırıq. Bunun duplikatını çıxarırıq. Yanında bir dənə belə qoyuruq. Paralel xəttlərlə işlənilir grid sistem. Yəni, çünki paralel xəttlərlə niyə? Bunu içini rəngləyə bilək deyə. Buna görə paralel xəttlərlə işlənilir. Yəni, iki dənə xətti çəkəndən sonra o iki xəttlərlə siz grid sistemi yaratmış olursunuz. Bu bir növ ruchnoy, əl vasitəsilə hazırlanan bir grid sistemidir. Amma burada məsəl üçün avtomatik olanlar da var. Bunlar daha biraz qəliz üsuldur. Amma bu daha rahat üsuldur ki, özünüz onu idarə edə bilirsiniz. Birinci həmişə vərəqdə çəkməlisiniz loqovuzu. Adi standart şəkildə cızma qara edirsiniz. O vərəqdə çəkdiyiniz illüstrator atıb oradan artıq grid sistemini yaratmış olursunuz. Üstündən harda məsələn paralel xəttlər var, o tipdə yaradırsınız. İndi mən hal-hazırda texniki olaraq sizə göstərirəm, random şəkildə hazırlayacağam. Sonra sanki vərəqdə işləyirmiş kimi göstərəcəm ki, o necə biz xəttləri görə bilərik. Bu iki dənə xətti seçirik. İki xətti seçəndən sonra bunu sağ düyməyə basıb qruplaşdırırıq. Qrup edirik. Qrup eləyəndən sonra bu artıq iki dənə paralel xəttdən ibarətdir. Bunu kopyalayırıq. Ctrl-C, Ctrl-V. Kopyaladıq. Mausu kənara gətiririk. Burada bunun bucağını dəyişdiririk. Bu şəkildə bucağı mouse basaqla dəyişdiririk. Bir dənə bura yerləşik qoyuruq grid xəttlərindən birini. Ctrl-C, Ctrl-V eləyirik. Bir dənə də buradan bucağı belə dəyişirəm. Bir dənə də bura qoyuram. Tutaq ki, bir dənə də Ctrl-C, Ctrl-V. Bunu da məsəl üçün eləyirəm, tutaq ki, 90 dərəcə. Gəlirəm burada property hissəsini gəlirəm. Property hissəsində burada bunu 90 dərəcə ilə düz olsun. Daha doğrusu 0 eləməliyəm. 0 dərəcə eləyirəm. Bir dənə düz şəkildə oldu. Bir dənə də tutaq ki, bura qoyuram. İndi baxın, mən bunu tutaq ki, belə qoysam, tutaq ki, belə qoydum. İndi, deyək ki, belə minimal dərəcədə bir grid sistemi hazırlamış oldum.
İndi mən bunu içini başlayacağım rəngləyərək loqonu çıxartmağa üzə. Düzgün paralel xəttlərlə səliqəli şəkildə olur. Simmetrik bir loqo alınmış olur. Amma içini rəngləyəndə bunların içi rənglənməyəcək. Ağzı açıq olan xəttlərin içi rənglənmir. Ancaq dörd tərəfdən ağzı bağlı olmalıdır. Açıq olan tərəflər rənglənmir heç vaxt. Məsələn ki, burada da buracan rəngləyə biləcəm. Məsələn, buranı rəngləyə bilməyəcəm. Çünki buranın bir hissəsində ağzı açıqdır. Bu hissənin ağzı açıq olduğu üçün bura rənglənməyəcək. Bura rənglənməyəcək. Yəni əgər ehtiyac yoxdursa, oranın ağzını bağlamırsınız. Əgər rənglənməsini istəyirsinizsə, sadəcə bir dənə də belə xətt ataraq ağzını bağlayıb rəngləmək mümkün olur. İndi hamısını seçirəm. Hamısı seçəndən sonra bunu Xmut eləməliyəm. Xmut eləməliyəm ki, düzləşmiş xəttə çevrilmiş olsun, strok kimi qalmasın. Object genişləndirirəm, yəni xəttləri genişləndirməyimiz vacibdir. Xmut edirəm, OK edirəm. Xmut edildi. Sonra gəlirəm, seçirəm Shape Builder toolumu. Buradakı tool. Shape Builder tool. Bunu seçəndən sonra istəsəm burada rəngi dəyişib ona uyğun rəngdən verə bilərəm və yaxud da gəlib qara da verib sonra da loqonu çıxarıb istədiyim kimi rəngləyə bilərəm. Məsələn üçün deyək ki, bir dənə bura xətt atdım, mən belə atdım. Məsələn bura belə çəkdim və bir dənə belə üstündən belə çəkdim. Məsələn üçün. Və ortaya belə bir fiqur çıxmış oldu. Buraları çəkə bilmirəm, baxın. Çəkə bilmirəm. Nə qədər belə eləsəm, çəkir. Nə qədər bu tərəfə də keçsəm, çəkilmir. Çünki ağızları bağlı deyil. Bura bir dənə də xətt atsam, sonradan da xətt atmaq olur. Gəlirəm, burada bir dənə xətt tutaq ki, belə atsam. Ağzını bağlayıram buranın. Bunun strokunu verirəm. Qalınlaşdıram 2 idi. Xmut eləyirəm bunu da. Təzədən bunun hamısını seçirəm. Təzədən Shape Builder. Bir dənə də belə gəlir. Gördünüz, ata bildim bura xətti. İstəsəm mən burada ata bilərəm. Bura ağzı bağlıdır. Belə də eləyə bilərəm. Məsəl üçün. Mütləq şəkildə çəkəndə fikir verdinizsə, sürükləyərək çəkirəm. Mouse'un sürükləyərək çəkirəm. Nəyə görə? Buradakı bu qırıq xəttlər yox olsun. Buradakı o içində, rəngin içində qırıq xəttlər olmamalıdır. Düzgün şəkildə çıxması üçün. Sonra bu loqonu çıxartmaq istəyirəmsə, direkt Selection tool seçirəm, boşluğa basıram, bir dənə bunu klikləyirəm, götürəm, çıxardım. Və ortaya belə bir nəticə çıxmış olur. Burada məsələn, müəyyən bir qırıqlar çıxır. Onu da ki, düzgün şəkildə üstündən getmədiyimiz üçündür. Onu təzədən düzəltmək istəyirsinizsə, Curve tool seçirsiniz. Gəlirsiniz, üzərinə klikləyirsiniz. Və burada nöqtələr başlayırsınız silməyə. Və düzləşdi. Gördünüz? Yəni, bu şəkildə harada məsələn qırıq xəttlər var, yaxınlaşırsınız. O lazımlı olmayan xəttləri silirsiniz, düzləşir. Və oldu səliqəli. Və sonra bunun istəsiz rəngini dəyişə bilərsiniz. İstədiyiniz rəng kimi verərsiniz. Bu hazır bir loqodur. Hansı ki, grid sistemindən çıxardılmış şəkildə. Əsasən paralel xəttlərlə çıxardılır. Qalınlığı olmalıdır. Hər tərəfdə eyni qalınlıq olmalıdır. Grid sisteminin mahiyyəti bundan ibarətdir. Amma idealımız ola bilər ki, məsələn, biri nazik, biri qalın olsun. Onda grid sistemində artıq paralel xəttimizin birini qalın, bu paralel xəttlərin birini qalın, birini də məsələn nazik eləyərək də ortaya çıxara bilirsiniz. Amma grid sistemi buna uyğun deyil. Grid sistemi tam olaraq bizə simmetrik bir tərzi vermək üçündür. Məsələn, gəlin nümunələrə baxaq. Burada görə bilir ki, müxtəlif tərzdə nümunələr var. Burada məsələn, biraz qalın nazik eləyiblər. Bu ideyaya görə dəyişmiş olur. Peşəkar loqo. Məsəl üçün, adicə bu Adidas'ın loqosu belə grid sistemi ilə yaradılır. Grid sistemin içərisində yaradılır. Burada dairələr, fiqurlar qoyularaq yaradılmış olur. Apple-ın loqosu bu şəkildə yaradılır. Bunun məsəl üçün loqosu da grid sisteminə yaradılır burada xəttlərin verilməsi. Belə baxanda adam fikirləşir ki, bunu oturub bir-bir də çəkə bilərəm, amma əslində bu asan üsuldur. Grid sisteminə işləmə asan üsuldur. Çünki doğru səmt düzgün bir simmetriya vermiş olur bizə. Və yaxud da bunu bu şəkildə hazırlanması da bu cürdür. Paralel xəttləri qoyulur. Burada olur bəzən grid sistemində çoxlu xəttlər olur. Amma o qədər çoxlu xəttə ehtiyac yoxdur. Grid sistemində sizin çəkə biləcəyiniz qədər xətt olmalıdır. Yəni, loqonuzun paralel xəttləri
nədən ibarətdir? Hansı saylardan ibarətdir? Nə qədərdən ibarətdir? Ona uyğun yaradılmış olur. Mahiyyəti anlamaq üçün baxırsınız. Bax, burada gözü paralel xətt var. Deməli, bu bir paralel xəttdir. Yəni, bir fiqurdan ibarətdir bu. Bu, deməli, iki dənə paralel xətti bura atmalısınız. Bu hissəyə. İki dənə paralel xətt bura atmalısınız. Belə uzun şəkildə ki, gəlib çıxsın bu hissə. Burada da, məsəl üçün, iki dənə bu tərəfə atmaq lazımdır ki, çəkəndə belə çəkə biləsiniz. Sistemi, məsəl üçün, bu şəkildə getməlidir. Məsələn, deyək ki, Linkin Parkın loqosunu, gəlin Linkin Parkın loqosunu şeyini yaradaq, grid sistemini yaradaq. Bu loqodur. Deyək ki, bunu vərəqdə çəkmişəm. Buna artıq ehtiyacımız yoxdur. Deyək ki, bunu vərəqdə çəkmişəm. Və bu keyfiyyətsizdir, görürsünüz, pikselli. Mən onu istəyirəm vektora çevirim və grid sistemini yaratmasını istəyirəm. Nə edirəm? Burada istəsək bunun üstündən işləyə bilər, qıraqdan da işləyə bilər, fərqi yoxdur. Deməli, burada nəyi göstərmək istəmişəm? Paralel xəttləri hiss eləməyi. Baxdığınız loqolarda xəttlərin nə qədər paralel olmasını və haradan kəsişmələrin olmasını hiss eləməyə çalışmalısınız ki, grid sistemində tuta biləsiniz. Line segment tool'umu seçirəm. Deməli, rəngi mütləq verməliyəm. Məsələn, rəngim yoxdur. Gəlirəm, bir dənə bura rəng verirəm. Qırmızı verdim, qaranın üstündən görə bilək. Bir dənə buradan belə xətt atıram. Bunu biraz qalınlaşdırıram. Duplikatını çıxardıram. Qoydum bura. İkisini bir yerdə seçirəm. Shift basıb saxlayaraq. Sağ düyməni basıram, qrup edirəm. Shiftlə seçdim hər ikisini. İndi ancaq bu paralel xəttlərlə mən bu gridin sistemini qurmuş olacağam. Ctrl-C, Ctrl-V edirəm. Harada paralel xəttim var? Burada da paralel xəttim var. Elə bilin ki, içini rəngləyirmiş kimi düşünürsünüz. Mən rənglərdə bunu belə rəngləmiş olacağam. Buradan yuxarıya qalxacam, təzədən aşağı düşəcəm. Deməli, mən buna uyğun burada paralel xəttimi qoymalıyam. Çünki buradan belə rəngi getməlidir. Sonra buradan da paralel xəttim var və bu hissədə nə var? Deməli, bunu da kopyalayıram. Propertize-da tərsinə çevirirəm və bura qoyuram. Çünki bura da rəngləmiş olmalıdır. Artıq buranı rəngləməyəcəm. Bura boşdur. Yəni bu o demək deyil də, harada paralel xətt varsa hamısını rəngləməliyəm. Mənə hara lazımsa, haradan çıxardıramsa işimi ona uyğun. Ctrl-C, Ctrl-V edirəm. Bir dənə də paralel xəttim hardadır? Bu hissədə. Burada da paralel xəttim var ki, oranı rəngləyim. Bunu da 0 dərəcə eləyirəm. Property hissəsindən, bucaq hissəsində 0 eləyirəm və bu hissəyə yerləşdirirəm. Və deməli, burada da var. Sonra, burada da var. Buranı çəkməliyəm. Mən, məsələn, buradan buracan gələ biləcəm. Niyə? Çünki bunun ağzı bağlıdır burada. Amma bunun ağzı bağlı deyil. Bunu üzü çəkə bilməyəcəm. Mən deməli, nə etməliyəm? Ctrl-C, Ctrl-V. Bu paralel xətti burada qoymalıyam. Burada qoymalıyam ki, buracan çəkə bilim onun ağzını. Sonra nə edirəm? Layer bölməsinə gəlirəm. Heç layer bölməsi lazım deyil. Şəkli gətirəm, qoyaram qırağa. Bax, bu loqonun grid sistemi. Bu grid sistemi bu şəkildə çıxmış oldu ortalığa. İndi mən nə etməliyəm? Hamısını seçirəm. Hamısını seçəndən sonra gəlirəm, Shape Builder tool'umu seçirəm. Daha sonra Expand eləyirəm. Expand'dan sonra Shape Builder tool'umu seçirəm və baxıram. Buradan, bura dirənir, bu tərəfi rəngləmir. Təzədən düşür aşağı. Bir nəfəsə bunu çəkməliyəm. Düşdüm aşağı, qalxdım, getdim sağa, gəldim burada dirəndim, zaten buranı çəkə bilməyəcəm. Qalxdım yuxarı, burada dirənirəm, çünki ortası boşdur. Aşağı düşürəm, lap buracan düşə bilərəm, məsəl üçün. Bura düşə bilmirəm, çəkə bilmirəm buranı. Çünki burada ağzı açıq idi, ona görə. Amma buracan da yetərlidir. Və bu şəkildə loqomu çıxartmış oluram. Direct Selection toolu seçirəm. İkinci toolumu Direct. Boşluğa basıram. Loqomu seçirəm. Götürürəm, çıxardım. Və hazırdır. Gördünüz? Yəni, əsasən grid sistemində siz paralel xəttləri görə bildiyiniz təqdirdə
hardan kəsişmələrin olduğunu görə bildiyimiz təqdirdə, harda dirənmək lazım olduğunu, harda saxlamalısınız rəngi, harda xətti qurtarmalısınız. Onu siz görəndən sonra artıq daha rahat şəkildə üsulunu hazırlamaq olur. Bu məsəl üçün əl versiyası idi. Yəni rahatdır. Bu əl versiyası rahatdır. Çünki istədiyiniz kimi xəttləri oynada bilirsiniz. Bir də var bunun avtomatik üsulu. Gəlirəm bura. Mənim burada rectangle grid tool'um var. Hansı ki sərt şəkildə istifadə eləməyim üçün. Polygrid tool dairəvi istifadə etmək üçündür. Dairəvi də grid sistemi hazırlayacağıq. Sərtdən bitirək ondan sonra. Rectangle grid tool seçirəm. Rectangle grid tool belə bir cədvəllər mənim üçün verir. Belə bir cədvəllər çəkmək üçündür. Hazır şəkildə. Və stroku seçib buna rəng də verirəm. Qalınlaşdırıram. Və hazır bu da bir grid sistemidir. Bundan da yəni qurmaq olar. Yəni burada çünki istədiyiniz kimi direct selection tool seçib boşluğa basıb bu xəttləri istədiyiniz kimi oynada bilirsiniz, yığa bilirsiniz. Bu xəttləri ikisini bir yerdə seçib bucağını dəyişə bilirsiniz və bu şəkildə bucağı dəyişə bilirsiniz. İkisini bir yerdə seçdim, gəldim bucaqdan klaviaturanın oxu ilə oynadım. Bu şəkildə bucaqları dəyişdirə bilirəm. Yəni bunu da məsəl üçün bu şəkildə idarə eləmək olur, yəni bu qrissini. Sonra seçib istədiyiniz kimi də yenə də exmut edirsiniz. Exmut edilir bu. Hazır xəttlərdə sadəcə. Fil rəngim var. Shape Builder toolu seçib təzədən bunu belə rəngləyə bilirəm məsəl üçün. Tutaq ki, məsələn. Buradan belə. Bu şəkillərdə grid sistemini avtomatik qurub, onun üstündən də xəttləri, bucaqlarını dəyişərək, xəttləri silə də bilirsiniz. Direct Select toolu seçirsiniz, hansı xəttin olması istəmirsinizsə, seçirsiniz, delete düyməsinə və yaxud da backspace düyməsinə basaraq o xəttləri oradan rahatlıqla çıxara bilirsiniz. Bu grid sistemini başqa cür də qurmaq olur avtomatik şəkildə. Necə? Gəldim, seçdim rectangle gridi. Boşluğa 2 dəfə basıram. Belə bir interfeysim açılır. Bu interfeysdə default size-ım var mənim, width və height hissəsi var. Yəni ölçüsü nə qədər olsun o cədvəlin, onun enini və hündürlüyünü təyin edə bilərsiniz. Horizontal tərəfdən say nə qədər olsun, yəni cədvəllərin sayını. Məsələn, bunu eləyə bilərsiniz ki 50. Bu da vertical tərəfdəndir. Bunu da elə bilirsiniz 50. Bu isə məsafələridir. Bunlar normalda sıfırlarda qalmalıdır ki, səliqə pozulmaz. Məsələn, mən bunu horizontal artırsam, bunlar elə bir ki 17% məsafə dərəcəsində olmuş olacaq. Bu isə vertical tərəfdən onun məsafə dərəcəsidir. Bunu OK eləyəndə və ortaya belə bir şey çıxdı. Bunu seçirəm, stroke verim. Strokum yox deyə görsənmir. Stroku verdim, baxın, görürsünüz. İndi bu da belə çıxdı. Çünki çox qoydum. 50 qoydum və horizontal baxımdan da məsafələr daha geniş qoyuldu. Yəni avtomatik və bu şəkildə də yarada bilirsiniz. Cədvəl kimi verilsə, cədvəlin içindən siz məsələn rectangle-ı çıxartmış, sevgi çıxartırsınız. Grid sistemini çıxarırsınız, logonuzu hazırlayırsınız. Bu avtomatik versiyalarındır. Amma buna öyrəşmək üçün biraz testlər aparmaq lazımdır, rəqəmləri dəyişdirmək, baxmaq lazımdır. Əzbərləməklə olmur. Yəni mən bu faizi yazsam bu qədər çıxacaq, bu qədər yazsam bu qədər çıxacaq, onu bilmək olmur. İşlədicə bilmək olur. Məsəl üçün 17% biz bildik ki, bu qədər məsafə verir bizə. 0%-lərdə standart qalmış olur. Ya 50-50 yazdım, 50-50-də nə boyda cədvəlim çıxır mənim. Bunları məsəl üçün bu şəkildə işlədicə bilmək olur, əzbərləməklə olmur yəni. Və bu sərt şəkildə olan grid sistemi idi. Buna bağlı nəsə bir sualınız var? Tamam. Dairəvi üsulu var bunun. Dairəvi üsulda da deməli, indi avtomatiki, bu dəfə avtomatiki birinci göstərirəm, sonra da əllə hazırlanmasını. Polar Grid tool burada köməyimizə çatır. Polar Grid tool da dairəvi şəkildə. Mausu basıb saxlayıram, çəkirəm belə dairəvi. Polar Grid tool isə belə dairəvi şəkildə verir bizə. Yəni sərt şəklin dairəvi versiyasıdır bu. Bunu da hamısı məsələn seçib export eləyirsiniz. OK elənir. Sonra gəl Shape Builder-ı seçirsiniz. Və burada dairəvi şəkildə çıxır. Dairəvi şəkillərdə çəkirsiniz. Bax, burada görürsünüz, özü gəldi, dirəndi.
Burada məsələn belə gəldi, çəkdi, tutaq ki, məsəl üçün. Və yaxud da buradan belə çəkdi. Burada belə oldu. Və belə bir şəkildə dairəvi bir şəkildə loqo çıxmış olur. Direct Selection tool seçirik. Shift-i basıb saxlayaraq rəngli olan tərəfləri seçib Direct Selection toolundan çıxardırıq. Və ortaya tutaq ki, belə bir loqo çıxmış oldu məsəl üçün. Bu məsəl üçün avtomatik olan bir şəkildə, hansı ki, Polar Grid-in bizə verdiyi tərzdədir. Eyni qaydadır. Yəni sadəcə bu dəfə artıq yumşaq tərəflərdən işlənmiş olur. Bunu silirəm. Polar Grid-i də seçib üstünə boşluğa 2 dəfə basdığınız zaman yenə həmin o interfeys çıxır. Bu dəfə isə dairəyə uyğun tənzimləmiş olursunuz. Yəni dairələrin məsələn sayını tutaq ki 3 eləsəz, bunlar istəsə tərpədir, istəsə tərpətməyir. Bu məsafələri də həmin o xəttlərin məsafələridir. Bu dəfə belə verəcək. 3 xəttdən ibarət. Və belə olmasının səbəbi odur ki, rəngim yoxdur. Belə seçirik hamısını, stroke hissəsinə gəlirik. Stroke hissəsinə gələn sonra bir dənə rəng veririk. Rəngimiz hazır. Məsələn, sayı az olacaq şəkildə verdi bizə. Yəni, nömrələrlə, sayılarla bu şəkildə də Polar Grid-imizi, dairə formamızın gridini yarada bilərsiniz avtomatik şəkildə. Bəs yaxşı. Əl versiyası necədir? Bayaqkində sərtlə bir yerdə necədir? Orada da gəlirik, dairəvi fiquru seçirik. Strokumuz yerində. Strokumuzu qalınlığını düzəldə bilərik öncədən. Dairəmizi çəkirik. Bir dənə belə bir dairəmiz var. Line segmentdə paralel xəttlər yaradırdıq. Dairədə də paralel xətt yaradırıq. Dairəmizi seçirik. Ctrl-C, Ctrl-V. Balacalaşdırırıq. Və qoyuruq bunun ortasına. Və bu oldu dairəvi paralel xətt. Hansı ki, bunun içindən artıq rənglənərək qalınlıq yaranmış olacaq. Line segmentdə 2 paralel səth xəttdən getdi. Dairədə də iç-içə dairələrlə paralel xətt yaradılır. Sonra da elə bunu seçirik. Sağ düyməyə basıb qruplaşdırırıq. Və bu paralel qrup halında olur. Və bunu Ctrl-C, Ctrl-V eləyirik və dairələri yerləşdirməyə başlayırıq. Bu dairələrdə amma incə bir nüans var. Daha səliqəli, daha simmetrik, daha kreativ bir şey əldə etmək istəyirsinizsə, bu dairəvizi bu paralel xəttlərimizin üzərinə qoymalısınız. Belə qırağa çıxanda rəngləmə zamanı qırıntılar olmuş olacaq. Ona görə diqqətli olub belə üst-üstə qoymağınız lazım olur. Bu şəkillərdə sistemi yaratmalısınız. Ctrl-C, Ctrl-V eləyirəm. Tutaq ki, bir dənə də bura qoyuram. Məsəl üçün, burada da belə. Tutaq ki, məsəl üçün qoyuram üst-üstə. Deyə bilərsiniz ki, bəzən məsələn mən bura qoymaq istəyirəm. Məsələn, tutaq ki, bura qoyuram. Amma burada da məsəl üçün bura gəlib çıxmır da və ya buradan bunun üstündə qalmır. Burada məsələn bunlar üst-üstə qalıb, amma bunlar üst-üstə qalmır. Belə ola bilər. Çünki sizə lazım olan bu hissədir deməli. Onu artıq hesablamalısınız ki, hansı tərəf lazımsa. Hansı tərəfə ki, rəng verməyəcəksə, ona necə qalmasının bir əhəmiyyəti yoxdur. Elə. İki tərəfdən də istifadə edəcəksə, onu artıq diqqət eləməlisiniz. Bu Polar Grid sistemi gedir. Artıq dairəvi tərəfi Polar Grid getmiş olur. Dairəvi ancaq işləyə bilərsiniz və yaxud da bunun özünə də gəlib, məsəl üçün, hər hansısa bir şey ağzını bağlamaq istəyir. Deyirsiniz ki, mən istəmirəm ki, məsələn, bu gün bunu rəngləyəndə buracan gəlib dirənəcək və yaxud da burada da məsələn gəlib buracan dirənəcək. Amma siz məsəl üçün bir şeylərin yolunu bağlamaq istəyirsinizsə, Line Segment toolu seçib, məsələn, deyirsiniz ki, mən shift-i bas saxlayırsınız, çəkirsiniz belə. Deyirsiniz ki, shift-i bas saxladıq, çəkdik. Deyirsiniz ki, məsələn, mən istəyirəm ağzını bağlayayım. Qoyursunuz bura, çəkəndə burada ağzı bağlı olacaq, biləcəksiniz ki, burada dayana bilir. Davam eləsə çəkəcək, çəkib gedəcək. Amma bu artıq Polar Grid-də Line Segment tool bizə sərhəd rolunu oynayır. İstədiyim yerlərə Ctrl-C, Ctrl-V eləyirəm, bucağı dəyişirəm. İstədiyim yerlərə ağzını belə bağlaya bilərəm. İstəsəz belə də bağlaya bilərsiniz. Vacib xəttin qırağını qoyasınız. Bucağını 45 dərəcə eləyib ya 30 dərəcə eləyib. Bu şəkillərdə də ağız bağlaya bilərsiniz. Bunu sonradan da artırmaq olur belə.
İstədiyiniz kimi ağzı bağlayırsınız. Bunlar ağız bağlamaqdır, sərhəd bağlamaqdır ki, oradan simmetriyamızı və xəttimizin hansı fiqur elementindən ibarət olmasını təyin edə biləsiniz. Sonra qayda yenə eynidir. Hamısını seçirsiniz, export edirsiniz, iç rəngimiz yerində, həmişə yoxlayırsınız. Shape Builder seçirsiniz və başlayırsınız rəngləməyə. Məsəl üçün, tutaq ki, burada belə gedir. Gəlirəm, tutaq ki, belə gedə bilirəm təzədən. İstəsəm belə gedə bilərəm, təzədən belə gedib belə qalxa bilərəm. Və ortaya tutaq ki, belə bir şey çıxdı. Məsəl üçün. Direct Selection Tool seçirəm, tıklayıram, çıxardıram və ortaya belə bir logo məsələn çıxmış olur. Yəni, sistema, ona görə heç vaxt amma birincidən burada işləməyin. Vərəqdə işləyin. Hətta laf vərəqdə paralel xəttlərinizi cızma qara eləməyə çalışın. Onları belə çoxu-çoxu qaralayın və yaxud da başqa bir rəngdə çəkin ki, görə biləsiniz ki, paralel xəttləriniz harda idi ki, grid sisteminizi burada rahat qura biləsiniz. Və daha səliqəli, daha kreativ loqonu əldə etməyə başlayacaqsınız. Və bunun üçün gözünüzün öyrəşməsi üçün də grid ya da geometrik loqo, grid loqo yazanda daha çox çıxır. Grid loqo dizayn yazanda çoxlu gridlər çıxmış olur. Onlara çoxlu-çoxlu baxın. Daxil olun bura, yaxınlaşın belə. Baxın, görün paralel xətt nətər qoyub, harda nələri qoyub falan, belə düşünməyə başlayın. Burada məsəl üçün başqa, burada var dairələr yaradıb. Burada görürsünüz dairəni yaradıb. Dairəni belə də yarada bilirsiniz paralel xətt kimi. Qalınlığınıza görə dəyişir də. Belə yaratsanız, qalınlıq bu boyda olmuş olacaq. Xəttlər var o şəkildə gedir. Görürsünüz, bu amma məsələn avtomatikdir. Elə həmin o rectangle grid tool-la cədvəlinizi yaradırsınız. Məsafələrinizi təyin edirsiniz də. Ortalarına dairələri qoyursunuz. Dairələri ortalığına qoyandan sonra artıq içindən başlayırsınız sərtdən yumuşağa doğru necə geçsin, o birisi necə geçsin. Məsələn, gəlin bunu elə özümüz yaradaq. Buna baxaq. Burada həm dairə var, həm avtomatik var. Yəni bu sistemi yaradaq. Buradadır. Burada nə var? Birinci, bizə lazım olan cədvəl. Mən cədvəli biraz fərqli yaradacağım. Eynisini yaratmayacağım. Çünki bunların faizlərini belə baxıb bilmək olmur da. Hara getdi? Rectangle grid tool. 2 dəfə kliklədim. Ops, bunu 0 eləyirik. Hələlik. 50 çoxdur. Bəzən seçirik. Stropumuzu verək, strop qalsın. 2 dəfə kliklədik. 50 çoxdur. Burada haradasa 10'un 10'a var. 10 seçirik. Bu mənfi 10'dadır. Horizontal tərəfdən biraz aşağı eləyək. Mənfi 7 eləyək. Yəni müsbət eləyək. Müsbət 7. Vertikalda eləyək 11. Belə bir cədvəl verdi bizə. Bu şəkildə bir cədvəlimiz yaranmış oldu avtomatik. Mən burada bilirəm ki, qalınlıq burada nədir, o birisində bu nədir, digərində nədir. Bunlar amma naziləşə gedir. Mənə elə də lazım deyil də. Bu deməli silirəm, təzədən yaradıram. Yəni bunu sıfırlarda saxlayaq. Zaten standart bir paralel xəttlərlə işləyəcək. Okay. Belə bir cədvəlim var. Sonra nə var? Dairələrim var. Qıraqda dairəmi çəkirəm. Burada dairəni çəkirəm. Burada bunun üstündə dairəni çəkirəm də. Elə ki, bunu üstünə yerləşdirmək üçün. Bu şəkildə. Grid sistemin içərisində dairə olmalıdır. Bunu da Ctrl-V eləyirəm, balacalaşdırıram. Bu da grid sistemi içərisində yerləşdirirəm. Bu da bunun içindədir. Məsafəmiz biraz qəribə olduğu üçün. Bu da bunun içindədir. Gördünüz, grid sistemimiz bu şəkildə. İndi bu ikisini belə seçirəm. Sağ düymə basıb qruplaşdırıram. Ctrl-C, Ctrl-V eləyirəm. İndi bizdə məsafə biraz balacadır. Bizdə məsafələrimizi belə grid sistemlərinə görə bu şəkildə qoyuruq.
Deyək ki, mən 2 dənə xəttdən istifadə edəcəm də. Bu məsafəmizi ona uyğun ayarlamışıq da. Sonra hamısını seçirəm və bu bir oldu mənim grid sistemi. Hə, istəsəm, məsəl üçün aşağıdan da olsun buradakı kimi. Bunu seçirəm, Ctrl-C, Ctrl-V, aşağıya da qoyuram. Burada baxıram, görürəm ki, böyük bir dairəni götürüb balaca dairəyə birləşdirib. Biz də burada məsafələr çox da qoymayıb, amma biz məsafələr məsəl üçün qoymuşuq. Onu da götürəm, qoyuram bura. Görürsünüz, bir dəfə qır sistemini düz quranda bütün dairələr o xəttlərin üzərinə artıq yapışmış olur. Qırağa çıxma olmur. Düzgün olan budur yəni normalda. Bunların hamısını seçirəm. Exmode eləyirəm. İç rəngə dönüşdür. Shape Builder-ımı seçirəm və görürsünüz burada necə gedir. Və məndə də həmişə gedəcək. Gəldim belə. Çəkdim. Buranı da çəkdim. Buracan belə gəlir. Görürsünüz? Həmin şeydir. İndi mənim xəttimə uyğunlab bunu belə buradan da belə eləyə bilərəm. Hə, məsələn sərt olsun da ki, istərəm və ya da yumşaq olsun, hə, yumşaq şəkildə belə olacaq. Və ya da bura belə bir dənə nöqtə atıram. Burada da belə nöqtə şəkildə var. Bu şəkildə gedir. Və ya da bunun bu tərzdə bir şey əldə etmək istəyirəmsə, hə. Bu da mənim çəkdiyim xəttə uyğun verəcək də. Bu şəkildə belə getdi. Sonra da bir dənə də belə gedir. Məsəl üçün. Mən də belə bir şey çıxartdım bu grid sistemindən. Gördünüz? Yəni, bu da avtomatik grid sisteminin içərisindən xəttləri görməyimiz. Əsasən grid sistemində çoxlu xəttlərlə belə xəttləri işləsəz, dairə əlavə eləyəndə bu dairələrin xəttlər üzərində, sərt xəttlərin üzərində qalmasına şərait yaratmalısınız. Bunlar çoxlu-çoxlu nümunələrə baxın və hətta eynisini eləməyə çalışın. Yəni, baxın buna, götürün bunun grid sistemini özünüz yaradın. Məsələn, bu çox rahatdır. Yəni, 2 dənə paralel, 2 dənə paralel, 2 dənə paralel, 2 dənə paralel. Məsafələriniz falan da tənzimləyirsiniz, haradan xəttin hara gedməsini və o şəkildə yaradırsınız. Eynisini çoxu-çoxu yaratdıqca daha yaxşı anlamış olacaqsınız. Və bu grid sistemi idi. Loqonu peşəkar şəkildə hazırlamaq üçün. Ay, nə oldu? Başa düşdünüz? Bence çok asandı. Hə, işlədikcə də daha da rahat olacaq. Nəsə bir sualınız var bununla bağlı? Ve Tamam. O zaman 5-10 dəqiqə dincələk, fasilə eləyək. Ondan sonra emblemli loqonun hazırlanma qaydasını göstərəcəm sizə və loqo mövzusunu bitirmiş oluruq. Düzdür, yenə olacaq loqo ilə bağlı əslində. Loqo əslində heç vaxt bitmir. Amma daha çox yaradıcı fəlsəfi nəzəriyyələri olacaq ki, loqonun fəlsəfi tərəfləri. Amma texniki olaraq artıq siz loqonuzu 3 üsullarla hazırlaya biləcəksiniz. O zaman mən sizə videonu göndərirəm indi tamam. və dincəlin biraz.